ATV MMC ətrafında səslənən iddialar yenidən gündəmə gəlib. Mətbuatda yayılan məlumatlarda şirkətdə kütləvi ixtisarların aparıldığı, əmək haqlarının azaldıldığı və bəzi işçilərlə əmək müqaviləsinin bağlanmadığı bildirilib. Yazılarda həmçinin şirkətin dövlət satın almalarında iştirakı, eləcə də keçmiş və hazırki AIDA rəhbərliyi ilə bağlı müxtəlif iddialar yer alıb. Bundan başqa Balakənin sabiq icra başçısı İslam Rızayevlə əlaqələr və tender prosesləri ilə bağlı da bir sıra iddialar səsləndirilib. Açıq mənbələrdə yer alan məlumatlara görə ATV MMC Azad Muradov, Təbriz Muradov və Fəxrəddin Muradov qardaşlarına məxsus şirkət kimi göstərilir. Reportajda səsləndirilən bütün məlumatlar açıq mənbələrdə dərc olan iddialara əsaslanır və qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. İntizar Əmirova, Press.